Səhər-səhər yadıma nə düşüb bilirsiniz? Azərbaycan nəşriyyatında mən o vaxt qəzetdə işləyirdim də. Demək bir kişi vardı. Başına güllü yaylıq bağlayırdı. Yəni bir neçə yaylığı vardı, ancaq başına şal bağlayırdı və bir gün ondan soruşdum ki, siz normal kişiyə bənzirsiniz, başınızda niyə şal var? Dedi ki, mənim torpağım düşmənin tapdağı altındadırsa, mənim başıma papaq yaraşmır. Həm qorxdum, həm haqq dedi, sustum. İndi yadıma düşür ki, o vaxt o kişinin bir xeyli yaşı vardı. Görəsən torpaqlar alınandan sonra halı necədir, vəziyyəti necədir? Bilirsiniz, elə fədailər çox zaman unudulur. Əgər dediyim insanın məndən başqa da böyük ehtimal ki, qələm əhli hamısı görüb, həmin insanın haqqında məlumatınız varsa, adını, familiyasını, yaxud da telefon nömrəsini bilirsinizsə, bir zəhmət mənə köməklik eləyin. Çünki mənim ona sədaqət, təşəkkür borcum var. Mənim deyəndə, yəni hamımızın var. Çünki o qeyri-adi bir yazar idi. Amma təəssüf olsun ki, cəmiyyət onu tanımır.